Herkese salamlar. Nədir? Sort ümumiyyətlə biz cədvəlimizdə hər hansı bir çeşidləmə aparmaq istəyiriksə, sortdan istifadə edirik. Gəlin görək indi sortu hardan tapa bilərik? İki yerdən biz onu tapa bilərik. Bir home menüsündəki editing hissəsindəki olan sort filter hissəsindən, bir də data olan hissəsindən menudan. Burada ayrıcalı olaraq sort var və oradan istifadə edərək biz cədvəlimizi çeşidləyə bilərik. Amma ilk öncə filtrdə olduğu kimi mütləq şəkildə biz cədvəlimizi seçməliyik. İlk öncə cədvəlimizi seçək və buradan home menüsündən sorta daxil oluruq və görürük burada filter də var. Yəni filterdən də istifadə edə bilərik. Biz isə bugün sortdan istifadə edəcəyik. Sortu iki formasında istifadə edə bilərik. Bir, A-dan Z-ə doğru, bir də Z-dən A-ya doğru. A-dan Z-ə doğru deməkdir ki, bizim məlumatlarımız səliqəli şəkildə mətndirsə, onlar əlifba sırasından düzüləcək. Amma əksidirsə, yəni rəqəmdirsə, onlar böyükdən kiçiyə. İndi mətn üzərində işləyirik deyə, daha çox burada mətn var deyə bizə bu formada verilir və biz A-dan Z-ə baxsaq, görürük ki, adlarımız bizim hamısı əlifba sırasından düzüldü. Əgər biz məsəl üçün satış üzrə seçsək, yəni buradakı rəqəmləri seçsək, görürük ki, artıq burada həmin o məlumat dəyişdi və oldu smallest largest. Yəni smallest largest odur ki, böyükdən kiçiyə doğru. Əgər biz bunu seçsək, görürük ki, bizə 2 dənə seçenek hüququ verdi. Əgər biz bunun birincisini seçsək, o deməkdir ki, bu ümumi olaraq bütün xananı dəyişəcək. Yəni cədvəldə olan bütün xanaları. Məsəl üçün, biz seçdik ki, kiçikdən böyüyə doğru getsin. Kiçikdən böyüyə doğru gedəndə, əgər məsəl üçün 700 əslində birinci yerə gəlməlidir. Amma biz bunu birincini seçsək, burada 700 kimə aiddirsə, məsəl üçün Ramilə, Ramil də gələcək. Amma yox, biz bu continue-to seçsək, yəni ikincini, o zaman sadəcə olaraq 700 gələcək. 700-ün yerinə, məsəl üçün, Ramil qalacaq öz yerində. Məsəl üçün, indi gəlin baxaq, tutaq ki, birinci ilə bunu sınayaq. Əgər birincini seçsək, görürük ki, məsəl üçün, avtomatik olaraq Ramilin sütunu, sətiri, yəni bütünlüklə hamısı qalxdı. Amma məsəl üçün biz bunu yenidən seçib biz indi bu səfər largest eləyək ki, çünki artıq biz sortlama elədik və bunu bu səfər continue ilə də seçsək, o zaman da görəcək bizim böyüyümüz, ən böyüyümüz 1500-dür, o Leyla aiddir. Amma bunu biz ikincini seçsək, Leyla qalacaq yerində, bu 1500 qalxacaq yerində. Yəni Ramilə gəlməlidir. Baxaq görək olacaqmı? Gördük ki, oldu. Yəni bu da onu göstərdi ki, bütün bizim cədvəlimizdə olan məlumatların hər biri qarışdı. Bu da bizə lazım deyil deyə biz bunları hər birini geri alırıq və yenidən sortlaşma edirik. Ona görə mütləq şəkildə ona diqqət etmək lazımdır. Yaxşı, bəs o funksiyanı nə vaxt istifadə edəcək və Excel bizə onu nə üçün verib? Sadəcə olaraq bir sütun olarsa, yəni burada ancaq satış sütunu olarsa, yəni A şöbə olmazsa, o zaman biz onu həmin o funksiyana istifadə edə bilərik. Yəni buradakı bu funksiyana continue with the current selection-ı istifadə edə bilərik. Amma bütün belə bir cədvəl verilirsə, mütləq şəkildə bu birinci seçilməlidir. İndi isə gəlin bu artıq oldu bizə verilən formasında, yəni həm mətn üzərində öyrəndik, həm də rəqəmlər üzərində. Bir də var bizdə o custom formasında, yəni biz özümüz seçirik. Buna nə edirik? Biz hamısını seçirik və yenidən gəlirik burada sort filterə və görürük ki, custom sort var. Custom sort o deməkdir ki, artıq biz özümüz istədiyimiz formada seçim edə bilərik. Necə? Məsəl üçün, bizdə birinci verilir column hissəsi, yəni sütun forması. Birinci bu sütundakı hansı yerə biz sortlaşma etmək istəyiriksə, buradan seçə bilərik. Görürük ki, avtomatik olaraq bunu seçən kimi bizə bütün xanaları göstərdi. Yəni ad, şöbə, satış və hətta boş xananı belə. Biz məsəl üçün adı seçək və yaxud da ki, şöbəni seçək. Daha sonra gəlir ki, sort on, nə üzərində aparmaq istəyirsən.
Values odur ki, hər hansı bir mətn olarsa, yəni dəyər üzərində, məlumat üzərində, belə qısa desək, məlumat üzərində aparmaq istəyirsən sortlaşmanı, yoxsa deyirsən onu xananın rənginə görəmi aparmaq istəyirsən, yoxsa fontun rənginə görəmi aparmaq istəyirsən, yoxsa conditional formatting icona görə. Icondakı bu satışın yanındakı olan hər hansı ox işarələrini deyir, yəni. İndi məsəl üçün biz values üzərində apardıq, yəni gördük ki, necə dəyişdi, yəni IC və böyükdən kiçiyə rəqəmlər və s. kimi. İndi gəlin column-ı seçək. Məsəl üçün cell column-ı seçən kimi avtomatik olaraq bizdə order gəlir. Yəni bizim verəcəyimiz əmr kimi götürülür ki, nə üzrə əmr aparacaqsan. Rənglərimiz də gördük, 3 dənə rəngimiz var. Çünki bizim xanamızda 3 rəngimiz var və həmin rənglər üzərində biz əmr verə bilərik ki, məsəl üçün istəyirik ki, çəhrayı rəng birinci olsun. Ona əgər bir çəhrayı rəngi seçsək və burada da bizə bir yenidə əmr verir ki, deyir hansı formada istəyərsən olsun. Yuxarıda olsun bu çəhrayı, yoxsa aşağı hissədə. Biz deyirik ki, yuxarıda olsun. Ona görə tapı seçirik və OK sıxırıq. Gördünüz ki, avtomatik olaraq həmin o çəhrayı rəng yuxarı getdi. Həmin o çəhrayı rəngimizlə gördük ki, həmin o məlumatın Leyla idi. Bütün Leylanın məlumatı qalxdı da, rəng qalxmadı. Ona görə bu formada da rəngə görə də biz sortlaşma edə bilərik. Bundan da əlavə biz digər sortlaşmaya da baxaq. Məsəl üçün font rənginə görə. İndi bizdə bir dənə font rəngi var deyə, bir dənə font avtomatik çıxdı. Yəni qara rəng, amma ola bilər ki, sizin cədvəlinizdə bu fərqli rənglər olsun. Ona görə də həmin rəngə də uyğun çıxa bilər. Və yenə də həmin rəngi seçəndən sonra sənə yenə burada şans verir ki, tapda olsun, yoxsa aşağıda olsun. Bundan da əlavə biz seçə bilərik conditional formatting. Bizdə burada no cell icon gəldi. Çünki burada bizim şöbəmizdə yoxdur həmin o ikonlar. Ona görə də biz mütləq şəkildə harda varsa onu seçirik. Tutaq ki, seçirik satışı. Satışı seçən kimi avtomatik olaraq görürük ki, artıq bizə həmin o ikonumuz çıxdı. Həmin o ikona uyğun da istədiyimiz formada seçə bilərik. Məsəl üçün seçək qırmızını, çünki aşağıdadır və bizə yenidən seçənək verir ki, yuxarıda olsun yoxsa aşağıda. Biz yuxarını seçək ki, yuxarıda olsun, çünki aşağıdadır məlumatımız və OK sıxsa görürük ki, bütün həmin o olan həmin sütunu deməli sort yuxarı qaldırdı. Bu şəkildə artıq birinci sırada biz həmin o işarələri görə bilərik. Bu oldu bizim sortlaşdırmamız. Bundan da əlavə ola bilər ki, bizdə indi bu cədvələ diqqət etsək, görürük ki, bizim məlumatlarımız sütun formasında yerləşir. Yəni birinci ad gəlib, sonra şöbə gəlib, sonra satış gəlib. Biz həmin bu tipli cədvəli biraz öncə qeyd etdiyim kimi, yəni izah etdiyim kimi sortlaşma apara bilərik. Ancaq elə ola bilər ki, məlumatımız məsəl formasında yerləşə bilər. Yəni ad burada ola bilər, Ramil burada ola bilər, Samir burada ola bilər və s. kimi. Yaxşı, bəs bu zamanı biz necə sortlaşma edəcəyik? Əlbəttə ki, bu zamanı bizim sortlaşmamız bu şəkildə biz sortlaşma edə bilmərik. Niyə? Çünki bu zamanı etsək, sortlaşmamız fərqli olacaq və o nəticə göstərməyəcək. Onu biz təzədən quraşdırmalıyıq. Necə quraşdırmalıyıq? Şöbəni seçək və gəlirik burada sort hissəsinə, custom sort hissəsinə və burada options var. Options'a toxunduqda belə bir məlumat çıxır. Və bu məlumatda görürük ki, birində yazılıb top to bottom hissəsi, bir də var sort left to right. Əgər top to bottom olsa, ancaq bu yuxarı hissəyə baxacaq. Amma left to right olsa, ancaq sətrə baxacaq. Yəni sütunlarda işləməyəcək. Gələk onu seçək və baxaq. Gördük ki, avtomatik olaraq onu seçən kimi bizdə məlumatımızda column deyil, row göstərdi. Yəni sütun göstərdi. Və avtomatik olaraq həmin sütunumuz 8 və 9 işarələdi. Və buradakı, yəni 1, 6-nı digərləri göstərmədi. Və biz bunu misal üçün 8-ci üzərində sortlaşma aparmaq istəyirik və burada misal üçün bizə məlumat verir ki, nə kimi məlumat sortlaşma aparmaq istəyirsən. Misal üçün value-ni seçə bilərik və A-dan Z-ə, Z-dən A-ya, yoxsa özün hər hansı bir məlumat əldə etmək istəyirsən, biz A-dan Z-ə əlavə edib OK sıxsa,
görürük ki, artıq burada bizdə sortlaşma məlumat yoxdur deyə onu tam şəkildə görmürük. Və bir şey də qeyd edək ki, biz mütləq şəkildə sütun sətr üzərində işləyərkən bu opsiyanı mütləq şəkildə diqqətimizdə saxlamaq lazımdır. Yəni bu əgər burada qalıbsa, sətr üzərində qalıbsa, biz onu sütun üzərində işləyə bilmərik. Əgər sütun üzərində cədvəlimiz veribsə, yəni birinci cədvəlimizdəki kimi işləyiriksə, mütləq şəkildə onu dəyişib OK sıxıb sonra biz əməliyyat apara bilərik və görürük ki, avtomatik olaraq bizim sütunlarımız verildi. Və biz bunu silmək istəsək, yəni əvvəlki vəziyyətə qayıtmaq istəsək, delete all label-ı seçmək lazımdır ki, yəni bunu option hamısını silə bilərik və özümüz yenidən misal üçün əlavə edə bilərik ki, misal üçün burada nə olsun, burada məsəl üçün hansı məlumatlar olsun və s. kimi.